Hər kəsə salam. Bugün sizlərə Cənub zonasının ən sevilən yeməklərindən biri olan tərəniyi necə bişirdiyimi təqdim etmək istəyirəm. İspanağın hamilə qadınların qanının çoxalmasında böyük rolu olduğunu da həkimim söyləmişdi və buna görə dedim tərə hazırlayım. İlk öncə tərəni yaxşıca yuyuram. Soyuq su ilə onu yaxşıca isladıram, yuyuram. Sonra bir baş soğan götürüb onu xırda doğrayıram. Tərəyə əlavə edəcəyim düyü və quru alçanı yaxşıca yuyuram. Tavanı yüksək xodda qızdırıram. Tavaya kərə yağı əlavə edirəm. Doğradığım soğanları tavaya əlavə edirəm və qarışdırıram. Soğanlar qızarmağa başladıqca sobanın dərəcəsini azaldıram. Soğanlar qızılı rəng aldıqdan sonra üzərlərinə islatdığım düyünü əlavə edirəm. Videoda az göstərmişəm, üzərlərinə qaynar su əlavə edib düyünün qaynamağını gözləyirəm və bu arada üzərinə islatdığım quru alçanı da əlavə edib, qarışdırıb, qapağını örtüb, qaynamağa buraxıram. Daha sonra islatdığım ispanaqları ikiyə bölüb doğrayıram. Ara bir qapağı qaldırıb yeməyi qarışdırıram. Düyünün pişib-pişmədiyini yoxlayıram. Əgər düyü yumuşalıbsa, ispanaqları bura əlavə edirəm. İspanaqları qarışdırıram. İki diş sarımsaq götürüb onları xırda doğrayıram. Tərəni ara bir qarışdırıram. Çox insan tərəyə Cənub zonasının ən sevilən yeməyi olan ləvəngini əlavə edirlər. Amma mən isə qoz əlavə etdim, onu sürtkəcdən keçirdirəm. Tərəni qarışdırıb üzərinə xırda doğradığım sarımsaqları və qozu əlavə edirəm. Və yeməyi qarışdırıb üzərinə ağız dadına görə duz, istiot və sarı kök əlavə etdim. Və yeməyi bir-birinə qarışdırıb zəif odda bişməyə buraxıram. Artıq tərəmiz hazırdır. Hazırlayacaq olan hər kəsə nuş olsun. Videomu bəyəndinizsə, like düyməsinə basıb yorumlarınızı yaza bilərsiniz. Bəs siz tərəni necə edirsiniz? Yorumlarda sizləri gözləyirəm. Sağ olun, Allaha əmanət qalın.